Salam olsun hər kəsə, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə CSS-də olan çevik ölçü funksiyaları haqqında danışacağıq. Minimum, maksimum və clamp haqqında sizə ətraflı məlumat təqdim edəcəm. Ctrl-B eləyib sol tərəfi bağlayıram və ənənəvi olaraq index.html-im var. Bu formada içərisində divlər var və klassları var və stil.css-imiz var. Burada da öncədən tətbiq etdiyim CSS özəllikləri var. Onlara fikir verməyin. Sadəcə səhifənin bu formada görünməsi üçün belə deyək də çox təməl CSS-lərdən istifadə etmişəm. Bunların bəzilərini keçmişik, bəzilərini keçməmişik. İndi minimumu izah etmək üçün baxın. Mən burada bu divlərdən istifadə edəcəm. Test 1-dən, 2-dən, 3-dən. Gəlin test 1 üzərində minimumu sizə izah edim. Baxın burada test 1 klassını seçirəm. Həmən elementi seçdim. Klassından çağırdım və bunun width dəyəri ilə oynaya bilərik. Biz elə deyil, width üzərində oynayacağıq. Təbii ki, başqa belə deyək də yazılışlar da mümkündür. Heytə və s. də yaza bilərik biz, amma mən width üzərində göstərmək istəyirəm. Əsas məsələ minimumu başa düşməkdir. Minimum yazırsınız. Tamamlayıcı gətirməsə siz özünüz əlindən yaza bilərsiniz. Minimum yazdınız, mötərizə açıb bağlayırsınız bu formada. Və bunun içərisində 2 dənə dəyər yazacağıq. Örneğin məsələn 400 piksel deyirəm bura və məsələn deyirəm 70%. İndi bunları random atıram. Mən fərqli bir dəyərlər üzərində göstərəcəm. Minimumun sintaksis yazılışı bu formadadır. Sintaks yazılışı bu formadadır. Yaxşı, bu yazılış nə deməkdir? Onu soruşa bilərsiniz. Yəni yazmaq istəyirsinizsə bu formada yazın. Aydındır? İndi mən burada Ctrl-V eləyirəm. Bura belə bir şey yapışdıracağam. Ctrl-K eləyib açıram bunu. Baxın, az öncə yazdığımla eyni şeydir bu. Minimumu sadəcə 500 piksel dedim və 80% dedim. İndi məsələ nədir? Gəlin şifahi deyim, daha sonra praktiki göstərim. Ekranda da baxsınız, əgər bu formada, baxın, test 1-in width dəyəri bu formada oldu. Yəni ölçüsü bu qədər oldu. Amma səbəb nədir? Niyə görə belə oldu? Biz minimumla istifadə etdiyimiz zaman ona göndərdiyimiz ilk parametrdə müəyyən bir stabil ölçü yazırıq. Məsələn 500 piksel və ya başqa ölçü vahidlərlə də yaza bilərsiniz. Və faiz dərəcəsi yazırıq. Bu nə deməkdir? Baxın, minimum hesablanır parent elementin hansı üzərində istifadə olunubsa ona görə. İndi biz width üzərində istifadə etmiş, elə deyil. Parent elementin width-inə görə hesablama eləyəcəyik. Yəni nə deməkdir bu? 80% məsələn deyirəm, baxın, ekranda baxsaq əgər, gəlin burada baxaq hətta. Baxın, bu test 1-in parenti nədir? Container divi deyil. Container divinə də burada baxdığımız zaman nə demişik width dəyərinə? 100 v demişik də, viewport w. Elə deyil, width-də yəni. Tam ekranı götürsün. Orada indi mərcin və s. var. Orada kiçik ölçü fərqləri verir. Biz tam ekrana bərabərdir kimi qəbul edək bunu hələ ki. Baxın, mərcin və s. keçməmişik də, ona görə deyirəm bunu. Tam ekranı götürür də, düşünün. Ekran enliyinə qədərsə o qədərini götürür. Belə təsəvvür eləyə. Baxın bu formada. Burada da scroll çıxır sağa sola. Yəni bu qara sərhədlə sərhədlənmiş hissə konteynerdir, elə deyil. O bütün ekranı götürür. Və həmən o konteynerdə test 1-in parent elementidir, elə deyil, parent-idir. Parent divi-dir deyə bilərik. İndi burada width minimum 500 piksel və 80% demişəm. İlk öncə nə edir? Baxın, minimum nə edir bu? Funksiya kimi baxaq da gəlin buna. Parent-ın 80%-in, width-inin 80%-ni hesablayır. Məsələn deyirəm 1200-dür düşünün. Ya da 1000-dir məsələn ekranın width-i. Enliyi, elə deyil. 1000-in 80%-i nə qədər eləyir? 800 piksel, elə deyil. Yazıram bura, baxın, örnək olaraq siləcəm. 800 piksel eləyir, elə deyil. Müqayisə eləyir. Bu 800 piksellə burada yazılan stabil ədəd neçədirsə onu müqayisə eləyir. Hansı kiçikdirsə onu ölçü olaraq verir bu divə. Yəni bunun width-i sanki burada yazılır 500 piksel olur. Kiçik olan hansıdır? 500-də. Ona görə də bu hesabladı 80%-i 800 piksel eləyirdi. Ona görə də 500-ü götürəcək, minimumu götürəcək. Yox əgər. Hesablama zamanı məsələn deyirəm də ekranın ölçüsü, məsələn gəlin belə bir şey ataq. 500 piksel, 600 pikseldir ekranın ölçüsü. 600 pikselin 80%-i nə qədər eləyir? 6, 8, 48, 480 piksel, elə deyil. 480 piksel eləyir, elə deyil. Bu 480 piksel böyüdür, yoxsa 500 piksel? Bu daha böyüdür da. Hansı kiçikdir? Bizə kiçik lazımdır. Minimum dediyi ki, kiçiyi götürür. 480. Onda 480 piksel götürəcək artıq. Yəni bunun width-i olacaq 480 piksel. Aydındır? İndi gəlin bunu praktik olaraq göstərim sizə. Bu ekrana keçirik, sağ düymə edib inspect eləyəcəyik bu formada və bu ekrana gəlmək üçün nə edirdi? Baxın bir dəfə vururam, əvvəlki halına qayıtsın. Normalda ekran sizdə belə açılacaq çox güman ki.
Buna klik etdiyimiz zaman bu formada ekran qarşılayır bizi responsive dizaynda və s. ölçülərini oynamaq üçün. Burada da baxın responsive də ola bilər sizdə hər hansı bir telefon ölçüsündə və s. qalıb. Bura gəlin, klik eləyin, responsive seçin. Burada da bu width dəyəridir, bu da height dəyəridir. Baxın aşağı yuxarı dəyişdirdiyim zaman ölçülər dəyişir. Orada da ölçülər artıb azalır. Və sağa sola apardığım zaman fikir verin, burada da width dəyəri artıb azala bilir. Aydındır? Bu da 50%-dir. Mən bunu 75%-də saxlayıram çox vaxt. 75% belə deyək də daha rahat gəlir mənə. Ona görə 75%-də saxlayıram. Yəni ekranın böyüklüyü kiçiyi nəzərdə tutulur bu ekran üçün sadəcə. Belə. İndi bu formada qaldı, elə deyil. Gəlin nə edək? İlk öncə bu butona klik eləyirik və elementin üzərinə gəlirik. Elementin üzərinə gələndən sonra ona yazılan CSS burada görsənir. Elə deyil. Bunu da biraz sağa gətirək. Ümid edirəm kamera bağlamır. Baxın burada 500 piksel, bir də 80% yazmışıq. Hə? Bax üzərinə gələndə göstərir 640 piksel. 640 pikseldirsə hansını götürəcək? Deməli stabil 500 pikseli götürübdü. Baxın, dəyişmir. 500 pikseli götürüb. Onlardan bilərik. Baxın. Gəlirəm, belə hesablaya da bilərsiniz. Məsələn 975-dir, elə deyil. Gəlin bunu belə eləyək, 1000 eləyək. 1001 eləyək. Bunun üzərinə gəldiyimiz zaman 80%-i 640 göstərdi yenə sabit olaraq. Buna fikir verməyək. Mən o formada fikir vermirəm. Belə hesablayaq. 1000-in 80%-i nə qədərdir? 1000-in 80%-i 800 pikseldir. Elə deyil. 800 piksel böyüdü yoxsa 500 piksel? 800 piksel böyüdü. Bizə kiçik lazımdır 500 piksel. Onda belə çıxır ki, indi hal-hazırda 500 pikseli götürməlidir. Onu da hardan bilərik? Gəlib bu 500 pikseli dəyişdirsəm mən buradan, baxın, üzərinə 2 dəfə klik edirəm. Ox işarələrindən yuxarı aşağı ilə artırıb azalda bilirəm. Baxın, artırdığım zaman artır orada. Azaltdığım zaman nə edir? Azalır burada da. Elə deyil. Deməli bu 500 pikseli götürübdür. Amma 80% artırıb azaltsam, baxın, müəyyən limitə qədər təbii ki, baxın, artırıb azaldıram, işləmir. Niyə görə? Çünki 80%-dən götürmür. Yaxşı, bəs necə eləyə bilərik? Biz başqa formaya görək ki, 80%-dən nə vaxt götürər? Onda biraz daha azaldıram, baxın. Azaltdım. Baxın, baxın, baxın. Artıq bunun ölçüsü oynadı, fikir verin. Neçədir? 669-dur. Baxın, gətirək hətta, daha doğrusu 562-dir. Gətirək hətta, məsələn, bu formada 550 nəzərdə tutaq da 550-dir düşünün. 550-ni 80%-ini hesablayır. Elə deyil. Nə qədər eləyirsə 500 pikseldən aşağı eləyir böyük ehtimal. Baxın, hesablaya da bilərsiniz. İndi bu ölçünü hansından götürür görək? 500 pikseldən yoxsa 80 pikseldən? 80%-dən. Baxın, 80% artırıram, görürsüz o da artıb azalır. Fikir verdiniz? Deməli 80%-dən götürür. Bunu artırıb azaltsam, baxın, ölçü dəyişmir. Deməli bundan götürmür. Yəni bunu sadəcə belə artırıb azaltmaqla göstərirəm ki, tam olaraq əmin ola biləsiniz də, yəni yoxlamaq istəsəz əgər. Aydındır? Sadəcə bilin ki, minimumda 80% container divin, yəni parent elementin enliyini hesablayır da nəyə görə yazılıbsa onu hesablayır. Elə deyil? Onu hesablayır və əgər burada yazılan ədəd həmin o hesablanandan kiçiksə bunu götürəcək. Və bu kiçik olsa onda bunun ölçüsünü götürəcək. Aydındır bu formada baxın belə. Bu formada artırıb azaldığında bax burada 500 piksel götürür. Azaltıram bax artıq 500-dən aşağı olduğu üçün minimumdan digərini götürür. Aydındır? Bu belə. İndi bunun minimumu başa düşdünüzsə əgər, əmin olun ki, maksimumu da başa düşəcəksiniz. Maksimum da bunun əksidir, tərsidir. Ctrl-C eləyirəm. Bunu açıram artıq. Ctrl-K eləyib açıram, Ctrl-S eləyirəm. Baxın, test 2-yə tətbiq etdim. 200 piksel və 70% yazdım. Yəni bu nə deməkdir? Konteynerin width-ini hesablayacaq, 70%-ni hesablayacaq. Məsələn deyirəm, hesabladı, gəldi 400 piksel. 400 pikseldən böyük olanı götürəcək artıq, maksimum deyir, böyük olanı, bunu götürəcək. Və ya hesabladı, gəldi məsələn 154 piksel. Onda böyük olan hansıdır? 200 piksel. Onda bunu götürəcək. Bunları da dəyişdirə bilərsiniz. 200 piksel mən indi yazmışam bura və ya bura 500 yazmışam. Siz onu 50 piksellə, 150 piksel və s. bir şeylər yaza bilərsiniz. Mən sadəcə şərti yazmışam. Aydındır? Maksimumda minimum tərsidir, əksidir deyə bilərik. İndi gəlin buradan da baxaq praktik olaraq. Baxın, test 2-yə artıq tətbiq eləyirik və gəlirəm üzərinə klik eləyirəm bu formada. Baxırıq 200 və 70% verilir. Baxın, böyüdürəm, böyüyür. Fikir verin, böyüyür. Niyə görə? Çünki 70%-i hesablayır. 200 pikseldən yuxarı olduğu üçün, maksimum olduğu üçün onu götürür. Ona görə də ekran böyüdükcə, enliyi artdıqca o da artır. Azaldıram, azaldıram, azaldıram. Baxın, azaldıram. Baxın, baxın, baxın. Stabil qaldı artıq. Fikir verin, stabil qaldı. Artıq bu böyük oldu. 265-in 70%-ni tapıb. İndi bu 200 pikseldən kiçik olduğu üçün artıq 200 pikseli götürdü. Aydındır? Artıq burada olan 200 pikseldir. Yoxlayaq istəyirsiniz. Baxın 200 piksellə oynayıram. Baxın artırıb azaldıram. Fikir verin, orada da artıb azalır. Aydındır? Yəni bunu da göstərirəm ki, praktik olaraq da belə artırıb azaltma ilə göstərirəm ki, biləsiniz. Amma bunda isə baxın 70%-nə oynasaz əgər, məsələn artırıram, artır, azaldıram, azalır. Fikir verirsiniz əgər. Aydındır? Maksimumda da yəni hesablayır, böyük olanı götürür. Clamp dəyəri isə, baxın bu isə Ctrl-C eləyək bunu açaq. Ctrl-K eləyib açıram. Üçüncü test 3.
klassına sahib elementə tətbiq olunacaq da buna tətbiq olunacaq. Baxın, burada fərqliliklər var. Bu formada belə olur. İndi gəlin belə bir şey hesablayaq. Daha doğrusu mən bura yazım. Görək bu formada yaza bilərik biz. Bəli, bura yazacağam. Əgər baxın, clamp dəyəri, yəni bu faiz dəyəri hesablanacaq. Əgər bu birinci dəyərdən böyük və bundan kiçik olsa, bu faizin qiyməti neçə alınıbsa, bu da parent elementi hesablayır. Həmən ölçünü götürəcək. Baxın, hətta belə izah edeyim gəlin sizə. Burada birinci işə düşən nə olur? Əgər parent elementin width dəyərinin 50%, birinci 50% hesablayır. Bu faiz işə düşür birinci burada. Parent'ın width'ini hesablayır. Məsələn, 1000-dirsə 50%-ni hesabladı, elədi 500 piksel. Elə deyil, 500 piksel. 500 piksel 200-dən böyükdür, elə deyil. 600-dən də kiçikdir, elə deyil. Bu aralıqdadır da, hə? Ona görə o 500 pikseli götürəcək. Amma məsələn, 800 pikseldən deməyək, məsələn, biraz aşağı deyək də 300 pikselin 50%, 150 pikseldir, elə deyil. 150 pikseldir. 150 pikseldən hansı böyükdür? Baxın, 150 200-dən kiçikdir. Elə deyil. Onda bu 200 pikseli götürəcək artıq. Və ya 600 pikseldən məsələn 1400 piksellik bir şeydir. Onun 50%-ni hesablayacaq birinci. Neçə olacaq? 700 piksel, elə deyil. 700 piksel fikir verin 600-dən böyükdür. Bu intervaldan çıxır artıq. Yəni bu intervaldan, bu hesablanan bax bura 50% hesablanan bu hissə. 200-dən, yəni burada yazılandan aşağı düşsə 200 götürüləcək. Bundan yuxarı çıxsa 600 götürüləcək. Aralıqda olsa elə özü götürəcək. Özü götürüləcək. Aydındır, bu formada bunu başa düşə bilərsiniz. İndi gəlin bunu da baxaq. Ki nə yazmışıq? 200 piksel, hətta buradan baxaq da gəlin. Ekranı refresh eləyə bir dənə. Vururam, test üçün üzərinə gəlirəm. Baxın, burada clamps dəyəri 200 piksel, 50% və 600 piksel. Baxın, artırıram, artdı və dayandı. Baxın, artdı və dayandı, fikir verin. Niyə görə? 1400-dür. 1400 pikseldən, baxın, bayaq dediyim kimi, 1400 pikseldən, daha doğrusu 1400 pikselin 50% hesablandı birinci. 50% hesablandı. Nə qədər eləyir? 700 piksel. 700 piksel 600 pikseldən yuxarıdadır. Ona görə 600 pikseli götürdü artıq burada. İntervaldan kənara çıxmamaq üçün. Qoruyurdu o intervalı. Baxın, 600 götürdü. İndi 600 ilə oynasam, baxın, artırıram, artır. Azaldıram, azalır. Aydındır? Yəni 600 pikseli götür. Çünki 50%-ni hesabladım 1400-ün. Nə qədər? 700 piksel. 600 pikseli yuxarı keçdiyinə görə clamp da bu dəyəri qoruyur. Deyir ki, sən getmə də yuxarı, bu intervalda qal. Aydındır? Onun üçün də nə edə 600 pikseli götürdü. Amma azaldıram. Məsələn, gətirə baxın 1200-ə çatanda 1200-ün 50%-i 600 piksel eləyir. 1200-dən aşağı gələndə artıq özü nizamlayacaq. Baxın, fikir verin, özü nizamlayır. Artıq 50% olan hissə işləyir. Məsələn 500 piksel, 1000-in 50%-i 500 piksel və ya gəlir 900-ün 450, 400 piksel bu formada gəlir. Baxın özü nizamlayır. Nə zaman ki gələcək baxın artıq hesablayanda 50%-i, yəni 400-dən aşağı keçməlidir. 50%-i 200-ü aşağı düşməsi üçün elə deyil. Gəlirəm 400-ə qədər hələ ki bu formada olacaq. Artıq 300-ə keçəndə stabil 200 pikseli götürəcək. Niyə görə? Məsələn 393-ün 350-nin də məsələn deyirəm yarısı nə qədər eləyir? Hesablayır onu və 300 deyək hətta. 300-ün 50%-ni hesabladı 150 piksel. 150 piksel 200 pikseldən aşağı olduğu üçün nəyi götürəcək artıq? Bu 200 pikseli götürəcək. Stabil baxın. Artırıram, artır, azaldıram, azaldır. Aydındır? Amma qalxdı ki, yuxarı 400 pikseli yuxarı keçən kimi, çünki 50% yazmışam bura. 400 pikseli yuxarı keçən kimi 200-dən yuxarı olacaq, 600-dən də kiçik olacaq. Tam 1200-ə qədər. Ona görə özü nizamlayır, 50%-ə görə götürür. Fikir verin bu formada. Aydındır? Clamp da bu formada işləyir. Biz media ilə və s. istifadə edəcəyik. Media dediyim, yəni querylərlə yazacağıq. Bu nə deməkdir? Responsive design zamanı, buna da X verək. Responsive design zamanı bu clamp və s. bizim işimizə yarayır. Yəni əvvəllər çox istifadə olunmurdu. Yeni gələn bir şeylərdir bildiyim qədərilə. Amma istifadə olunur. Biz məsələn dediyim kimi querylər və s. yazacağıq bu responsive dizaynla bağlı. Yəni responsive dizaynda bilmirsinizsə nədir? Bu çox normal haldır. Yəni keçməmişik hələ, narahat olmayın, keçəcəyik və responsive dizaynda veb-saytlar hazırlayacağıq. Yəni responsive dizaynı belə başa düşə bilərsiniz qısa olaraq. Veb-saytın hər bir cihaza uyğunlaşmasıdır. Kənara daşmalar olmasın, məlumat itkisi və s. olmasın. Biz özümüz bunu nəzərə alırıq və yoxlayırıq ki, məsələn, telefonda bu ölçüdən bu ölçüyə qədər olan hissədə ekran bu formada görünsün. Örneğin televizorun monitoruna veriləndə şəkil böyük görünəcək. Da kompüterdə o ölçünü verə bilmərik ki, biz deyə bilmərik məsələn 2000 piksel deyək ki, kompüterdə elə görünsün. Onda ekran sağa sola daşıb eləyəcək. Onları aradan qaldırmaq üçün responsive design
istifadə olunur və onu da sizə öyrədəcəm. Heç narahat olmayın. Sadəcə minimum, maksimum və klempi bilməyiniz sizə üstünlük gətirəcək. 100% istifadə etməlisinizmi? Xeyr, təbii ki, istifadə etmə məcburiyyətində deyilsiniz. Amma yəni bu formada bunların da istifadəsi haqqında bir məlumatınız olsun. Əgər nə vaxtsa istifadə etmək istəsəz, qayıdıb bu dərsə baxa bilərsiniz. Qətiyyən əzbərləmirsiniz. Sadəcə başa düşün ki, hə, belə bir şey var. Aydındır? Layihələrdə lazım olsa gəlib baxıb istifadə edə biləcəksiniz onsuz. Bu formada bu dərsimizdə çevik ölçü funksiyaları haqqında danışdıq və təbii ki, bunlardan fərqliləri də var. Onları da araşdıra bilərsiniz. Bir sonrakı dərsimizdə fərqli mövzu ilə davam etmiş olacağıq. Növbəti dərsdə görüşək.